Salam, hər vaxtınız xeyir. Bu videoda faylın kontekst menüsündən danışacağım. Eyni zamanda faylın kontekst menüsünə daxil olanda açılan əmrlərin hər birini xüsusən vurğulayacağım. Ən önəmlisi də faylları necə gizlədirik, gizlətdiyimiz faylları necə geri gətirə bilərik, bunları da danışacağım. Ekranda yerləşən faylların gizlədilməsi, hara düşür və onları necə geri gətiririk. Başlayaq faylın kontekst menüsünü necə aktivləşdiririk. Bunun üçün ilk olaraq faylı seçməlisiniz. Yəni sol düymə ilə üzərinə bir dəfə kliklədiniz. Sonra sağ düyməni vurursunuz. Sağ düymə vurulan zaman açılan menüyə deyilir kontekst menü. Ya sağ düyməni vuraraq aça bilərsiniz, yaxud klaviaturadan Shift üstə gələ F10 düyməsi və yaxud da klaviaturada kontekst menünün düyməsi var. Belə üstü xətt olan bir düymədir ki, klaviatura düyməsidir. Ona klikləyərək də, məsələn, ona vurdum. Hal-hazırda görürsünüz, kontekst menü yeni açılır. Bu, ekranın kontekst menüsüdür. Ekranın boş bir hissəsində sağ düyməni vurmaqla açılan menüdür. Lakin biz faylın kontekst menüsünü edirik. Buna görə faylı seçdim, sağ düyməni vurdum, açıldı. Bu, Windows 11 əməliyyat sistemində yenilənmiş interfeys olaraq kontekst menü bu formada görünür. Əgər əvvəlki versiya öyrəşmişsinizsə, Show More Options'a daxil olaraq əvvəlki versiyanı görə bilərsiniz. Vurğulamaq istəyirəm ki, buradakı əmrlərin hər biri burada gördüyünüz əmrlərlə eynidir. Yəni, yeni interfeysdə olan əmrlər əvvəlki interfeyslərdə eynidir. Bütün əmrlər hər ikisində də var. Gəlin, baxaq birinci Open. Open neyəcək? Bu faylı açacaq. Edit, düzəliş eləyir, redaktə eləyir. Həmin fayl üzərində müəyyən düzəlişlər. New bu fayldan, yəni bu obyektdən yenisini açır. Belə bir Word faylınız var və bu faylı eyni fərqli bir pəncərədə yeni bir faylın yaradacaq. Print çap eləyir. Növbəti sevimlilərə əlavə edir. OpenWiz odur ki, məsələn, PDF faylınız olarsa, həmin o PDF-i müəyyən PDF oxuyucular var ki, PDF Reader var, Adobe Reader var. Yəni, fərqli proqramlar vasitəsilə açmanı həyata keçirir. Copy as paste neyinir? Bu, kopyalama sözü tanış gələ bilər, lakin bu faylın yolunun kopyalaması. Məsələn, copy as paste vurdum, düzdür. İndi gəlin, Ctrl-V eləyək. Görək, bu nəyə göstərəcək? Ctrl-V və yaxud da sağ düyməni vurun, paste eləyin. Baxın, faylın yolunu göstərəcək. Harada yerləşir və adına qədər hamısı. Yəni, copy as paste neynədir? Faylın yolu, qovluğun yolu, yəni yolun kopyalanmasıdır. Bu, eyni zamanda File Explorer proqram pəncərəsində də var. Qovluğun kontekst menüsündə də var copy as paste. Davam eləyək növbəti əmrlə. Share bölüşür. Əvvəlki versiyanın bərpa olunmasıdır. Send to harasa göndərir. Bullets'la göndərə bilər. Arxiv fayl olaraq göndərə bilər. Qısa yolun yarada bilər. Sənədlərə, dokumentsə göndərə bilər. Poçt vasitəsilə göndərməni həyata keçirir. Baxın, burada qısa yolun yaradılmasının bir üsulu artıq göstərmiş olduq. Send to-da, Create Shortcut-la 7 formada qısa yol yarada bilərsiniz. Onun birini artıq buradan görə bildik. Növbəti, cut və copy. Bunlardan danışaq. Deməli, copy, qısa yolu Ctrl-C baş hərfi. Copy neynir? Kopyaladısa, həmin fayldan istənilən qədər, sağ düyməni vururam, buradakı copy ilə Show More Options'daki copy əmri eynidir. Vurduq və istənilən yerə, istənilən qədər sağ düyməni vurum, paste eləyim, yapışdıra bilərəm. Məsələn, girim user qovluğu, bunun içərisində sağ düyməni vurum, paste eləyim. Burada yapışdıra bilərsiniz. Mübadilə buferindən silinənə qədər həmin faylı yapışdırmaq mümkündür. Copy'nin xüsusiyyətlərində budur. Və ən önəmlisi, fayl öz yerində qalır. Həm öz yerində qalır, diqqət etdinizsə, buradaydı faylımız, düzdür, silinməyib yerindən, burada da qalıb. Mən başqa yerlərə də yapışdırmışam, user qovluğunun içərisinə, desktopa, fərqli yerlərə yapışdırmışam. Yapışdırmanın da yolu Ctrl-V. Kopya elədiniz, öz yerində qaldı, qısa yolu Ctrl-C-dir və ən önəmlisi də istənilən qədər yapışdıra bilirsiniz. Mübadilə buferindən silinənə qədər. Növbəti gəlir cut. Cut'ın qısa yolu Ctrl-X-dir. Bu artıq öz yerində qalmır. Yəni, cut etdiyiniz zaman fayl öz yerindən silinir. Buna deyilir yerləşmə. Copy olur kopyalamaq. Cut isə yer dəyişmə. Öz yerində qalmır.
Və ən önəmlisi, bir dəfə yapışdıra bilirsiniz. Bir dəfə paste etmək mümkündür. Fərqli məqamlardır. Hər birini burada yazdım ki, arasındakı fərqləri görə biləsiniz. Copy cut, qısa yolları Ctrl-X, Ctrl-C. Biri kopyalamaqdır, biri yer dəyişmədir. Copy öz yerində qalır, Ctrl-X öz yerində qalmır. Məsələn, bax bunu götürürəm. Bu dəfə kopya bir fayldır. Yaxşı, faylın əsas özünü götürürəm. Seçdim sağ düymə ilə, kontekst menünü açıram. Buradan cut burada da var. Öyrəşmədiyimiz interfeysə, yeni interfeysə də var. Və yaxud Show More Options'da cut edirəm. Yaxud klaviaturadan Ctrl-X edin, fərq etmir. Gördünüz, biraz passivləşdi ekranı. Harasa yapışdırsaz, məsələn, gəlirəm dəstək qovluğunun içərisində. Sağ düyməni vurun, paste eləyin. Yaxud klaviaturadan Ctrl-V eləyin. Bax, gəlib düşəcək bunun içərisinə. Hal-hazırda aktivdir deyə həmin pəncərənin mən yerini dəyişə bilmirəm. Aktiv olmayan, məsələn bunu seçirəm, sağ düyməni vururam, cut elədim, düzdür. Gəlib dəstliyin içərisində Ctrl-V eləyirəm. Bunun içərisinə yerləşdirdim. Çünki bayaq o pəncərəmiz Windows əməliyyat sistemi pəncərəsi aktiv idi. Ona görə yer dəyişə bilmirdim. Bax, bura gəldim, onu yerləşdirdim, düzdür. Ekranda artıq qalmadı, yoxdur o ekranda. Deməli, cut öz yerində qalmır və başqa yerə yalnızca bir dəfə yapışdıra bilirsiniz. Öz yerinə geri gətirirəm. Burada fərqli məqamlar artıq yekunlaşdı bir dəfə. Bir də ki, copy'dən sonra paste, shortcut etmək mümkündür. Lakin cut'dan sonra qısa yol etmək mümkün deyil. Olmaz. Paste, shortcut olar. Amma cut-da olmaz. Hər birinin həm fərqli məqamlarını qeyd etdim, həm də xüsusiyyətlərini də bura yazdım. Hər ikisi Ctrl-V ilə olur. Ctrl-V ilə yapışdırılır. Sonra davam eləyək faylın kontekst menüsündə növbəti əmrlə. Cut, copy danışdıq. Create shortcut qısa yolun yaradır. Bax, bayaq send to-da create shortcut bir üsulu qısa yolun yaradılmasını göstərdim. Növbəti üsulu eyni zamanda kontekst menü özündə ayrıca bir funksiya olaraq da yerləşir. Delete faylınızı silir. Bu zibil qutusuna düşərək silinmədir. Bunu tənzimləmək üçün Recycle Bin'in propertiesindən həyata keçirilir. O da ayrı bir videoda qeyd edəcəm. Rename faylın adını dəyişdirilməsidir. Ya buna vuraraq faylın adını dəyişdirə bilərsiniz, yaxud faylı seçərək klaviaturadan F2 düyməsi vasitəsilə də faylın adını dəyişdirmək mümkündür. Həmin əmr burada da yerləşir. Ən son olaraq Properties var ki, burada biraz çox danışacağıq, həm də gizlədilmə var. Baxın, Properties nədir? Parametrləri, xüsusiyyətləri. Faylınızın adını görə bilirsiniz. Faylın uzantısını və hansı proqramla yaradıldığını, yəni tipini görə bilirsiniz. Proqramın adını görə bilərsiniz, faylın yolunu görə bilərsiniz. Tutumunu görmək mümkündür. Diskdəki tutumunu görmək mümkündür. Faylın yaradılma tarixi burada qeyd olunur. Modified odur ki, son düzəliş tarixi. Bir də ki, ən son nə zaman daxil olunub, əsasidir, daxil olunma vaxtınızı, yaranma, düzəliş və daxil olunma vaxtını da burada görə bilirsiniz. Read only var. Read only yalnız oxu rejimidir. Buna klikləyib aktivləşdirdikdə artıq həmin fayl üzərində hansısa redaktə əməliyyatı eləyə bilməzsiniz. Elədikdə belə o fayl üzərində yadda saxlaya bilməzsiniz. Başqa bir adla, başqa bir yerdə yadda saxlamaq mümkündür. Məsələn, orada Windows sözünü silirəm, kitab sözü eləyirəmsə, silib yaza bilərəm, amma onu yaddaşa verə bilməyəcəm. Yaddaşa vermək üçün save-əzlə başqa yeri təyin etməlisiniz. Hidden eləyirəm, yəni gizlətmək istəyirəm. Düzdür, bax bu faylımı, Windows 11 əməliyyat sistemini, Show More Options'da Properties'ə daxil oldum, gizlətdim. OK, kliklədim. Ekrandan getdi, yoxdur. Bəs bunu mən necə geri gətirə bilərəm? Bunun üçün nə edirik? Baxın, Hidden'dan gizlədirik. Gizlədəndən sonra gizlədilmiş faylları geri yükləmək istəyirəm. Ya user qovluğuna daxil olun, bu File Explorer proqram pəncərəsi açılsın, yaxud hansısa bir qovluğa da daxil olsanız, eyni pəncərə onsuz da açılacaq. Bu pəncərə artıq Windows 11 əməliyyat sistemindəki File Explorer dəyişilib. Çox dəyişikliklər var görüntü olaraq. Burada 3 düymə, See More yazılan 3 düyməyə daxil oldunuz. Oradan Options, parametrlərə girdik. Options'a daxil olanda 3 dənə tab açılır. General, View və Search. View tabına daxil olursunuz və yazıb Don't show hidden files. Gizlədilmiş faylları göstərmə. Bir də var show hidden files. Gizlədilmiş faylları göstər. Show hidden eləyib OK klikləyirəm. Düzdür? İndi baxın, ekrana, gördünüz, bu hissəyə gəlib düşüb.
belə şəffaf olmayan formada gəlir, həmin o gizlədilmiş fayl düşür. Bu fayldan bu fayl arasında fərqi görə bilirsiniz. Soldakı gizlədilib, sağdakı amma gizlədilməyib. Gizlədilib deyə qeyri-şəffafdır. Bəs yaxşı, bu qeyri-şəffafı geri gətirmək istəyirəm. Bunun üçün bir dəfə sol düyməni vururam, seçildi. Üzərində sağ düyməni vuraraq bayaqki kontekst menümüzü açırıq və oradan property-yə daxil oluram. Əvvəl necə ki biz hidden eləyib gizlətməmişdik, həmin yerə gəlirəm. Artıq baxıram ki bu gizlidədir fayl. Bunu ləğv edirəm. Hidden-dakı oxu götürüb OK klikləyirəm. Artıq şəffaflaşmış oldu. Sadəcə önəmli olan mən o user qovluğunda don't show və show əmrləridir ki, susma halında don't show olur. Mən o gizlətdiyim faylı görmək istəyəndə show hidden eləməliyəm. Susma halına geri gətirirəm. Siz də izah zamanı kompüterinizə tətbiq eləyərək etdiyiniz dəyişiklikləri mütləq susma halına geri gətirin ki, sonra yadınızdan çıxanda yaxud hansısa bir problem yaşamasın sizin üçün. Beləliklə bu videomuz yekunlaşdı. Faylın kontekst menüsünü ətraflı olaraq izah etdik. Yorumlarda növbəti videoda Windows 11 əməliyyat sistemi haqqında nələrdən danışmaq istədiyinizi, yəni nələri görmək istədiyinizi qeyd eləyin. Həmin yorumlara əsasən yeni bir videoda hazırlayaq. Hələlik növbəti videolarda görüşənədək.